Bir neçə gün əvvəl Marnioli bələdiyyəsinin Axıl Mahmudlu kəndində təcili tibbi yardım maşınının hadisə yerinə gec çatması səbəbindən yaranmış insidentlə bağlı polis Musayevlər ailəsinə dəymiş zərərlə əlaqədar cinayət işi açıb. 24 News xəbər portalına müsahibə verən ailə bildirir ki, yanvarın 8-dən 9-una keçən gecə 49 yaşlı Haqverdi Musayevin qəfil halı pisləşib və onlar təcili tibbi yardım çağırıblar. Lakin təcili yardım xidməti təxminən 2 saat ərzində hadisə yerinə gəlməyib və Haqverdi Musayev 1 saat 40 dəqiqə sonra dünyasını dəyişib. Halı pisləşdi, skoriya zəng elədik, gəlmədi. Konkret dedi ki, gəlmirik. Skora yoxdur. Dedi, skora yoxdur, gəlmirik. Gedin özünüzə gün ağlayın. Kənd doktoru gəlib, ölümünü təsdiqləyəndən sonra skora gəlib, neçə saatdan sonra. Mən də yaxın qoymadım skoruyu baxmağa. Skoru çağırır, skora gəlmir. Dedi, gəlmir skora. Öyle də maşınımız yox idi, nə ilə apara bilərdik. Ona görə gəldi, getdik. Burada öləndən sonra getdi, kənd doktoru gəl, kənd doktoru dedi, ölüb. Ona da nə qara bilərəm. Axılın skorosu var. Deməyə görə axı da var məndə. Var Şamyanda, var Marniolda. Prom düzdür, bəlkə yalan deyirəm. Niyə İmini Rustavidən gəlib? Rustavidən buraya gələnə qədər saat yarım da çəkər, hələ 2 saat da çəkər, elə deyilmi? Niyə 20 dəqiqəlik yoldan bir dənə skora gəlməyib? İmini o boyda yoldan skora göndəriblər. Səbəb nəymiş? İmini bir cavan oğlanı öldürməkmi? Nə idi o uşağın günahı? Yəni məsuliyyətsiz yanaşır. O çox məsuliyyətsiz, çox. Heç ürək olar bağışlanılan deyildi. Mərhumun yaxınları bildirirlər ki, 49 yaşlı Haqverdi Musayev dünyasını dəyişdikdən sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun meyidini ekspertizaya aparmaq istəyib. Bu zaman gecikmə səbəbindən mərhumun yaxınları ilə təcili tibbi yardım maşınının personalı arasında gərginlik yaranıb və nəticədə avtomobilin yan şüşəsi sınıb. Özləri zəng elədi, dedi ki, ahıcı ölübdür, gəlməyin. Yenə gəldilər, içəri girdilər, mən yaxın qoymadım meyidə. Ondan sonra da işte də qardaş idi, canı yanırdı, vurdu şüşüyü sındırdı. Bunlar da getdilər, şikayət elədilər. Sabahı bizim buranın Saskovoy zat gəldi. Dedi ki, ekspert aparırıq. Mən də eksperti yaxın qoymadım. Dedim, verməyəcəm ekspertə. Dedi, onda kamera qarşısına çıxış elə. Denən ki, ekspertə vermirəm, bizim düşmançılığımız yoxdur. Özü əcəlilə ölübdür. Nə skoradan, nə polisdən, heç kəsdən şikayətçi deyil. Mən də oldum. 2 gündən sonra gəlib qaynım invalid adamdır. Aparıb indi məndən təzminat istəyir. Cərimə yazıbdır. 3000-dən 5000-ə qədər cərimə yazıbdır. Mən anasıyam, mən vermirəm. Apar için çıxar çanağımı gətirəcəm. Vermədim, dallan dəydim, getdilər. Aha, qardı. Mənim də balam burada öldü gözümün qabağında. Mən nə qara bilərəm ona? Mənim də balam invaliddir. Onu da aparıb cəri salıblar düzəndən. Nəyə görə salıblar ki, mənə cərimə verəcəm. Bir belə cərimə vermirsən, səni cəri salıb içəridə yatırır. Nəyə səbəb edirlər onu? O da aldığı da 200'lardı. Artmır onun hissəsi. O 200'ları bizim dolandırsın, yoxsa aparın cərimən versin. Dedi ki, biz ekspert aparırıq. Mən də ekspertə getməyinə razı olmadım. Dedi, onda da kamera qarşısına çıxış elə. Denən ki, mən ekspertə vermirəm aparmağa. Nə mənim adamım zorla öldürülməyib, eləməkdir. Öz əcəlindən ölübdür, infarkt vurubdur. Biz nə skoradan, nə polisdən şikayətçi deyik. Onlar nə tər başa saldı, mən də dedim. Sonra da 2 yerə kağıza qol çəkdirdi. Yəni dedi, bunu belə desəniz. Dedi, belə desəniz, nə skora şikayətçi olmayacaqdı, nə də biz sizin qapıya gəlməmiş kimi olacaq. Elə bu iş də burada bağlanacaqdı. O ki, dedi, kənd doktoru bunu təsdiqləyib ölümünü, da skora zat lazım gəlməyəcək. Biz də dedik, onlar nə dedi, biz də onu dedik. Mən də məktəb oxumamışam, gürcü dili bilmirəm, bir şey eləmirəm. Mənə dedilər, bu kağızlara qol çək, mən də qol çəkdim. Ondan sonra da 2 gündən sonra da gəldilər, qaynım apardılar. Daxili İşlər Nazirliyindən xəbər portalımızın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq başlanıb. Həmin maddə əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.